Salam əziz tələbələr, bugün mən sizə ümumi əmiz-ar, yəni olmaq tipli cümlələrdən qurulan mövzuları izah edəcəm. İlk öncə başlayırıq adi sadə cümlələrdən. Məsələn, deyirəm ki, bizim otaq səliqəlidir. Bu zaman məntiqi olaraq cümləni iki yerə bölməyim lazımdır. Bizim otaq hissəsinə, bir də səliqəlidir hissəsinə. Bu zaman baxıram ki, bizimlə otağı ayırmaq olmaz, çünki otağın sahibi bizik, amma səliqəli digər tərəfə aiddir, çünki bu məlumatdır. Haqqında danışdığım tərəf buradır, məlumatım isə buradır. Dırdı şəkilçisi isə olmaq bildirir, bu isə ortaya artırılacaq ki, bizim otaq olmaq səliqəli, bu şəkildə vəziyyət alınsın. Bu zaman yazıram bizim sözü və yadda saxlayın ki, şəxs vəzifələrini mükəmməl şəkildə bilmək lazımdır. Çünki şəxs nədir? Mən, sən, biz, siz, o, onlar. Bunlara əvəzlik deyirik. Niyə? Çünki insan adlarını əvəz eləyir. Yəni dolayısıyla şəxs əvəzlikləri. Bir də bunların yiyələnmiş halları var. Mənim, sənin, bizim, sizin, onun, onların. Bir də bunların obyekt hal forması var. Mənə, məni, sənə, səni, ona, onu. Bunları super şəkildə bilmək lazımdır. Our room, baxıram ki, haqqında danışdığım təkdədir. Is tidy şəklində ifadə eləyirəm. Səliqəli sözünü buradan öyrəndik. Baxırıq ki, səliqəli tidydirsə, səliqəsiz söz isə ingilis dilində untidy şəklində ifadə olunacaq. Deyirəm ki, sənin müəllimin təhsillidir. Sənin müəllimin təhsillidir. Burada sənin sözü, müəllimin sözü, your teacher is olmaq, educated şəklində ifadə eləyirəm. Deyirəm ki, bəs Leylanın qardaşı mühəndisdir. Bu zaman kimdən danışıram? Leylanın qardaşından. In şəkilçisi olaraq apostrof s-dən istifadə edirəm. Çünki bu yiyəlik bildirir. Yiyəlik sahiblik bildirir. Leyla's brother olmaq. Daha sonra isə mühəndis sözünü yazacağam. Is engineer sadəcə olaraq. Onlar adətən bir mühəndisdir deyirlər. O zaman Leyla's brother is an engineer. Bir deyərkən isə one sözündən istifadə eləməyəcəm. Və ən artikelləri var ki, onlardan istifadə edəcəm. Hansı ki, sözün sait və ya samitlə başlamasına görə, əgər söz saitlə başlayarsa, yəni isim saitlə başlayarsa ənlə istifadə olunacaq. Çünki engineer demək pis çıxır, an engineer. Amma söz samitlə başlayarsa book, o zaman e-book, e-dən istifadə edirdik. Növbəti cümləyə keçirirəm. Görürsünüz ki, asandan get-gedə çətinə doğru gedirik. Bu zaman artıq mən məhsulun markası. Bax, burada da yiyəlik hal var. Diqqət eləyiriksə, bayaq Leylanın qardaşı deyirik və məhsulun markası deyirik. Hər ikisində in şəkilçisindən istifadə olunmuşdu. Lakin birinci cümlədəki in şəkilçisi insana artırılmışdı, çünki sahib olan insan idi və adı yiyəlik hal adlanır. Məhsulun markası isə marka məhsula aid deyə məhsulun sözünə onun artırılır və marka insan olmadığına görə, cansız olduğuna görə buna aidiyyət yiyəlik halı artıracaq. Yəni markanı götürüb of vasitəsilə məhsula pistirəcək. Məhsulun markası yenidir. Yazırıq, tutalım. Yəni markası of məhsul, yəni in məhsulun önündə gələcək. Of the product is new şəklində ifadə eləyəcək. Gəlin bu cümlələri bir-bir inkar edək. Our room isn't tidy. Your teacher isn't educated. Leyla's brother isn't an engineer. The mark of the product isn't new. Gəlin bu cümlələrə bir-bir sual verək. Is our room tidy? Is your teacher educated? Is Leyla's brother an engineer? Is the mark of the product new? Bu
Bu şəkildə ifadə edirik. Bunun daha asan usulu isə odur ki, olmaqmı ürəyimizdə bu şəkildə deyək ki, cümlənin arxası gəlsin. Çünki bəzən tələbələr izi başa keçirəndə is, the mark of the product hissəsi qalır, yaddan çıxır. Is new, belə bir şey deyil. Is nə? Olmaqmı? Avtomatik insanın içindən gəlir desin ki, məhsulun markası. The mark of the product new. Is the mark of the product new? Bu şəkildə ifadə edirik. Cümlələrimizdə bəzən olur ki, müxtəlif şəkillərdən istifadə olunur. Məsəl üçün, dadə şəkilləri kimi ki, bunlar sözün önündə gələn şəkillərdir. İngilis dilində ümumiyyətlə çox şəkilci sözün önündə gəlir. Gəlin mən bu videonu yekunlaşdırım. İkinci hissəyə keçid edeyim.